Word 2007 proqramına həsr olunmuş növbəti video dərsdə sizi salamlayıram. Bugünkü dərsimizin mövzusu mətnlərin düzləndirilməsi və interval anlayışı olacaq. İlk növbədə onu qeyd etmək istəyirəm ki, mətnlərin və yaxud da bütövlükdə abzasların düzləndirilməsi üçün ilk növbədə mövcud abzas və yaxud da bütövlükdə mətn seçilməlidir. Qarşımızda hər hansı bir nümunə var və həmin nümunədə mətnləri düzləndirmək üçün biz müəyyən əməliyyat ardıcılığı yerinə yetirməliyik. İlk növbədə birinci həmin mətn seçilməlidir və yaxud da bütövlükdə abzas. Bizim nümunəmizdə bu bütövlükdə mətn olacaq və biz seçmə əməliyyatlarından istənilən birini seçirik, yəni tətbiq edirik və bundan sonra mətnlər seçildikdən sonra qlavna lenti üzərində bərkidilmiş abzas adlanan əmrlər bloku üzərində müəyyən düzləndirmə əməliyyatları üçün xüsusi düymələr təklif olunur. Bu düymələr 4 cürdür. Düzləndirmə variantlarından istənilən birini mövcud qeyd olunmuş mətnə tətbiq edə bilərik. Əvvəlcə bu düzləndirmə variantlarını tək-tək izah edək. Qeyd olunmuş mətni sola doğru düzləndirmək üçün Palevum Krayo deyilən bir düymə var. Bu vurulmalıdır. Əgər biz mətnimizi mərkəzə doğru düzləndirmək istəyirsə, Pacentro düyməsi sıxılmalı. Əgər biz mətnimizi sağa doğru düzləndirmək üçün Papravum Krayo deyilən düymə vurulmalı. Yox, əgər biz mətnimizi hər iki istiqamətə doğru düzləndirmək istəyiriksə, onda Paşirini adlanan düymə sıxılmalıdır. Klaviatur həvəskarları olanlar hər bir düymə üzərində mausu yaxınlaşdırdıqda onun alternativ variantını da görürsünüz. Yəni, klaviatura ilə düzləndirmə əməliyyatını aparmaq istəyənlər sadəcə həmin düymə üzərində yaxınlaşdırmalı və onun klaviatur alternativini öyrənməli və daha sonra klaviatur alternativ vasitəsilə də bunu həyata keçirə bilərlər. Məsəl üçün, biz mövcud qeyd olunmuş mətnimizi hər iki istiqamətə düzləndirməyə çalışacağıq. Bunun üçün Paşirini deyilən düymə üzərində mausun sol düyməsi bir dəfə sıxılır. Gördüyümüz kimi qeyd olunmuş mətnimiz mərkəzə doğru düzləndirildi. Ümumiyyətlə, düzləndirmə əməliyyatını təkcə abzas adlanan əmrlər bloku vasitəsilə deyil, həmçinin kontekst menü vasitəsilə və eləcə də digər üsullarla da həyata keçirmək olar. Məsəl üçün, mətnin çap edilməsi deyilən bir sətri düzləndirmək istəyiriksə, bu zaman həmin sətri qeyd olunur və sonra açılmış balaca bir kontekst menyudan Pacentro deyilən düymə sıxılır. Beləliklə, mövcud mətnimiz mərkəzə doğru düzləndirildi. Ümumiyyətlə, düzləndirmə əməliyyatlarını daha keyfiyyətli və eləcə də daha dəqiq aparmaq üçün bunun üçün abzas adlanan əmrlər blokunda xüsusi bir kiçik bir düymə var. Həmin düymə üzərində sol düymə bir dəfə sıxılır və düzləndirmək üçün mövcud variantlardan hər hansı biri seçilir. Bunun üçün OSTP intervalı deyilən xüsusi bir səhifə nəzərdə tutulub. Həmin səhifənin Vravnew adlanan bölməsində düzləndirmək istədiyimiz 4 variantdan biri burada da seçilə bilər. Palevum Krayo sola doğru düzləndirmə, Pacentro mərkəzə doğru düzləndirmə, Papravum Krayo sağa doğru düzləndirmə və Paşirini, yəni hər iki istiqamətə doğru düzləndirmə. Bu düzləndirmə ilə bağlı əməliyyat ardıcılıqları idi. İstənilən istifadəçi göstərdiyim üsullardan hər hansı birini seçməklə mövcud mətnlərdə və eləcə də sətirlərdə düzləndirmə əməliyyatını apara bilər. Biz interval anlayışına toxunmağa başlayacağıq. Ümumiyyətlə, Word 2007 proqramında olduğu kimi Word 2003 proqramında da və bundan sonraki çıxacaq digər versiyalarda da ümumiyyətlə interval anlayışları birbaşa mətnin görünüşünə təsir edən əsas amillərdən biridir və mövcud tələblərə uyğun olaraq hər bir istifadəçi intervalı sənəddə düzgün tətbiq etməli və sənədə bir növ yaraşıq verməlidir. Ümumiyyətlə, interval Word 2007 proqramında və həmçinin Word 2003 proqramında mən iki qrupa bölə bilərəm interval anlayışını. Bunun üçün hərflər arası interval və sətirlər arası interval. Ümumiyyətlə, hərflər arası interval nədir? Hərflər arası interval həmin hərfdən qonşu hərfə qədər olan məsafə nəzərdə tutulur. Biz mövcud mətndə hərflər arası intervalı tətbiq etmək üçün həmin mətni və yaxud da bütövlükdə abzaslı və yaxud da sözü qeyd etməliyik. Bundan sonra qlavna lenti üzərində bərkidilmiş şrift adlanan əmrlər blokunun sağ küncündə yerləşdirilmiş xüsusi bir ox düyməsi var. Onun üzərində sıxılır və beləliklə biz şrift adlanan eyni adlı pəncərəyə bağlanılıq. Həmin pəncərəni biz artıq Word 2003 proqramından tanışıq və demək olar ki, bütün səhifələrini öyrənmişik. Bu mövzumuzda, bu dərsimizdə biz şrift adlanan pəncərənin Poложение на странице adlanan səhifəsi ilə tanış olacağıq. Burada şriftlərin görünüş faizlərini dəyişə bilərik. Maştab deyilən bölmə vasitəsilə biz mövcud qeyd olunmuş sətirdə olan şriftlərin miqyaslarını dəyişməyə mümkündür. Həmçinin burada adi qaydada interval bölməsində abışını göstərilir. Yəni, adi interval, sətirlər arası interval bu cür seçilib. Demək olar ki, heç bir məsafə qoyulmayıb. Əgər biz sətirlər
yox, hərflər arası məsafəni böyütmək istəyiriksə, bu zaman razrejinli deyilən xüsusi bir sətr seçilməli və mövcud variantda hərflər arası interval dəyişdirilməsi üçün istənilən bir burada ölçünü dəyişə bilərik. Burada punktla verilib, mən bir punkt olduğu kimi saxlayıram və OK düyməsini sıxıram. Əlbəttə, OK düyməsini sıxmamışdan qabaq biz Obrazec adlanan nümunə səhifəsində hərflər arası intervalın necə dəyişdiyinə də baxa bilərik və yaxud əyanı tətbiq etmək üçün sadəcə OK düyməsini sıxa bilərik. Gördüyümüz kimi hərflər arası interval dəyişildi. Mövcud tələblərdən və eləcə də işdən asılı olaraq biz sətirlər arası intervalı da dəyişə bilərik. Bunun üçün sadəcə mövcud sətr qeyd olunmalı. Daha sonra abzas adlanan əmrlər blokunda xüsusi bir düymə mövcuddur. Həmin düymə üzərində sol düymə bir dəfə sıxılmalıdır. Və beləliklə biz abzas adlanan xüsusi bir pəncərəyə daxil olduq və həmin pəncərənin odstupu intervalı səhifəsində междустрочный, yəni sətirlər arası interval bölməsində biz istənilən bir ölçünü burada tətbiq edə bilərik. Двойной, minimum, точно, множительный və digər sətirlər seçməklə biz istənilən bir ölçünü bura verib və yaxud da lazım olan ölçünü biz əlimizlə bura daxil edə bilərik. Həmçinin burada maraqlı məsələlərdən biri abzasın əvvəlindən və yaxud da sonuna qədər olan intervaldır. Yəni abzasdan əvvəl və yaxud da abzasdan sona qədər interval. Əvvəlcə gəlin междустрочный intervalı, yəni sətirlər arası intervalı tətbiq edək. Biz burada двойной seçdik. Yəni 2 punkt ölçüsündə olacaq və OK düyməsini sıxdıq. Gördüyümüz kimi sətirlər arası interval kifayət qədər böyükdür. Məsəl üçün, mən əgər istəyirəm ki, bu mövcud abzasdan mətnin çap edilməsi abzasda ayrılsın. Bunu etmək üçün çox vaxt istifadəçilər sadəcə bir enter düyməsini sıxırlar və beləliklə həmin məsafəni enter düyməsi ilə yaradırlar. Əslində bu cür yanaşma birbaşa səhvdir, çünki enter düyməsi yeni abzasda keçidi yaradır, yəni yeni abzas yaradır. Odur ki, bu cür səhvlərin qarşısını almaq üçün Word 2007 proqramı, həmçinin 2003 proqramında abzasdan əvvəl və yaxud da sonraki intervalı müəyyən etmək olar. Bunun üçün ilk növbədə biz mövcud abzasımıza kursoru yerləşdiririk və yaxud da həmin abzasda qeyd edə bilərik, fərq yoxdur. Abzas adlanan əmrlər blokunun sağ küncündə yerləşmiş ox düyməsini sıxırıq və beləliklə Word 2003-də tanış olduğumuz abzas adlanan pəncərəyə bağlanırıq. Həmin pəncərədə period deyilən sahədə biz abzasdan əvvəl intervalı müəyyən edə bilərik. Məsəl üçün, biz 18 punkt ölçünü müəyyən etdik və OK düyməsini sıxdıq. Gördüyümüz kimi bizim abzasımız mövcud sətirdən bir qədər, yəni 18 punkt ölçüsündə aralandı. Həmçinin, məsəl üçün, deyək ki, true tip adlanan sətirdən biz bu abzasda aralamaq istəyirik. Bunda da həmin variant tətbiq olunacaq. Bunun üçün yenə də abzas adlanan əmrlər blokunda ox işarəsi sıxılır və period düyməsi sıxılır. Məsələn, burada 18 punkt ölçünü əlavə etdik. Beləliklə, biz abzasdan əvvəl və sonra intervalı tətbiq edə bilərik. Əlbəttə, sonraki mərhələdə, məsələn, abzasdan sonraki intervalı tətbiq eləmək istəyiriksə, gətirib abzasın sonunda kursoru yerləşdiririk. Abzas adlanan əmrlər blokuna daxil oluruq və после deyilən sətirdə istənilən bir punktu yerləşdiririk və OK düyməsini sıxırıq. Gördüyümüz kimi, bu abzasdan sonraki mərhələdə müəyyən bir məsafə yarandı. Əlbəttə, bu cür əməliyyat ardıcıllıqlarının yerinə yetirilməsi bir növ mətninə yaraşıq verir və hər bir istifadəçi mövcud tələblərə uyğun, yəni qarşısına qoyduğu məqsədə uyğun olaraq abzaslar arası və həmçinin hərflər arası məsafəni müstəqil olaraq dəyişə bilər. Bugünkü dərsimiz bura qədər. Gələn dərslərimizdə görüşənədək. Sağ olun.